Getdik. Deməli, bir dənə səsi yoxlayaq. On 18, ISO 78. Qulaqlar batmasın. Şo, getdik. Bir dənə gedim. Millət, CSS ilə çox əlləşməyəcəm. Belə bacardığımız qədər CSS nə var onu yazarıq. Bootstrapdan bir şey götürərik. Götürmüsən nə CSS-ni? Əşya özümü şeylərik, nə yapalım? Hə. Lazım deyil ki. Yox, Bootstrapdan götürərəm. Deməli, DocSmox getdim. Link. Script. Şo. Bir dənə docs. İndi getdin. Input şeylər nə var idi? Input. Aha. Basic input qruplardan. Var bunlardan normal Bootstrap'ın. Bu değil, select option. ISO. Bir dənə bundan götürsəm. Custom select. Bunun hamısından vermədən birini verəcəm. Drop down'lu mağlu. Yoxdur burada, bilmirsiniz. Var bir dənə. Yox, atma. Götürəcəm onu elə. Tamam, bunu götürərəm. Bir dənə birinci input, qırıb MB3-ün içində böyük ehtimalla budur. 1, 2, 3. Budur. Selector. Görək də. Özümüz də yaza bilərik. Yəni 2 dəqiqəlik işdir. Bir dənə bura. Bootstrap onsuz da bunu sıfırlayır da. Getdik. Nə yazırıq? Bir dənə millət. Bizdə nə var idi deməli? Elektron menü zat belə söhbətlər var idi. Bura bir dənə main tag açım. Sən niyə işləmədin? Bura bir dənə main tag açım. Burada bizim main tagimizin içində 2 dənə section'ımız olacaq. 2 hissəmiz olacaq. Bunlardan birinin burada başlığı olacaq ki, səndə nə bilim elektron menyudur. Səndə də olacaq ki, mətbəx H2, buna da H2 verək. Belə salamatdır. Mətbəxt. Bunların nə olacaq? Klası display flex olacaq. Justify content nə olur? Space between. Hə. Bu ne şey işləyir? Tailwind'i globalda yükləmişəm, mən niyə işləyir? Heç olmaz. Display flex məqsəd olacaq, nə bilimlər, bunlar düşəcək. Şey verərəm da bunlara. Bunların şey bilirsiniz, adı neydi? Style. Display nə var idi? Yarı-yarıya bölmək üçün. Flex nə var idi? Flex basis deyə bir şey var idi. Buna 50% versəm. Aysa. İndi flex basis nə edir uşaqlar? Yəni ki, bizim flex olunan elementimiz nə qədər yer tutacaqsa onu bildirirdi. Düzdürmü? Yadınızda salaram. Yəni ki, flex eləyib, flex basis'e 50% verəndə, məsələn, flex'i hara eləmişəm? Bütün ekranı flex eləmişəm daha, flexible. O qayıdıb deyirdi ki, yəni ki, 50%-ə qədər, yəni ki, bu elementim yer alacaq. Aydındır? Yəni bunun flexini verirdi. Ondan sonra bunların içinə şey yaza bilərəm. Bunun içi də flex olsun. Display flex olsun. Bir də ki, justify content yox, belə yox. Bunun zaten bizdə şey var da, klası var. Əşkənsə bootstrap işləməyək. Ya da işləyək. Display nə olsun? Flex olsun. Justify content center olsun. Oldu. Bunun şeyi var. Bootstrap'ın flex space'i var. Baxın. Heç inanmıram. Yox, Bootstrap'da 10 sənə saxtaranınca əməllə çıxmır. Maşallah. Base saxtarırsan şey çıxardır.
modifier çıxardır, komponent çıxardır. Onda bir dənə də bunu gedirəm, eynisini bunun klassına tətbiq edirəm. Fisher prinsipi bunun hədə sən də flex qurulun, zəhmət olmasa 50% verim. Ayso. Bunun bu arada şey deyə bilirdik deyəsən. Bunun flex base'ini ikisinə də yox. Tək bura yazanda düz yadımda qalıbsa 50%, 50%, necə yazırdıq? Demə səhv yadımda qaldı, hə? Nə? Yəni ki, hərəsinin 50% yer tutacağını bildirir. Ha, belə ikisinə də, onsuz da belə də ikisinə də versən. Birinə yox. N-type-la versən. Onda çox önəmli deyil. Elə bunun ayrı-ayrı verək. Yəni ki, bildirir ki, sən flex olunan hissənin 50%-i sənə aid olacaq. O bir sən deyirəm ki, prinsipi fit 50% vermək kimi bir şeydir. Nə? Onu da verə bilərik. Onu da verə bilərik. O da düzdür. O da əslində base'in xüsusiyyətidir. Prosta qısa yazılışıdır kimi. Tamam. Bunda da yığılanda yaxşı olacaq. Tamam. Fisyo. İndi getdik. Bunun altına nə düşəcək? Bizim bunun altına inputlarımız düşəcək. Elektron menü var. İndi burada div input hissəmiz var. Selectlərimiz düşəcək, yəni deyəsən. Selectlərimiz düşəcək. Bunların da içinə nə bilim options düşəcək. Yeniden bura hazırlayaq. Bunların içi display flex olacaq. Amma flex column yazılırdı bunlar. ISO flex column olacaq. Bu şey align items. Center yazmalıyam. Tamam. Və bunların içi də şey olacaq. Nə olacaq? Flex olacaq. Bu çox nə işləmə üzründür. Bunlar column olacaq. Align justify content center. Bir də gap olacaq bunların arasında. Nə bilim nə qədər. Gap 2-3 tailwinddə, amma burada da işləyər. Tamam. Bir də bunların təxmini bu selectlərin ümumi widthlər olacaq. Bir dəfəlik olaraq gedim burada bütün CSS formalarından istifadə elədik. Selectlərə təxmini bir width verim nə qədər? 90% olsun. Faizim sanı. Ondan sonra bunlara bir dənə padding verim. 20 pikselin 20 piksel çox oldu. 10 pikselin 5 piksel olsun. Bir dənə də border radius verim. Border radius da verim 10 piksel. Təxmini belə bir şey. Width 90% dedim, amma bunun ölçüsü yoxdur ümumiyyətcə. Necə yəni yox? Sənin selectin ya da bunun ölçüsü yoxdur. Buna təxmini desəm ki, selectin özü selectin içində, selectin çölündəki div. Buna bir dənə style olaraq sənə width full desəm, sən onu inşallah tutarsan. Tutmasan da gedib statik yazar. Width nə qədər? 100% deyim. ISO. Çöldəkinin, millət, baxın, çöldəkinin width yoxdur, içərdəkinin 90%-i tutmur. Çünki nəyin 90%-ini tutacağını bilmir. İşte bu hazırdır. İndi bizdə bu olacaq ki, elə məsələ. Bizdə bu olacaq ki, məsələ. Mən bunlara bir dənə nə yazacağam? Data yazacağam. Yəni ki, bunların içləri bu yeməklərlə, bulovlarla, nə bilim nəylərlə olacaq. Mən sizə şey atmışdım, adı nə idi? Data atmışdım. Data bir nəfər mənə təzən qayıdıb açsın da tez. Zəhmət olmasa. Bunun içindəydi. Bura atmışdım. Həfif burada da. Bunu götürdüm. Gələm. Bir dənə deyirəm ki, mənim burada datam olacaq. Datanı da açaq ayrı bir şeyə. Data nöqtə JS faylın içinə. Bura bir dənə yazıram ki, const data bərabərdir. Yox, const da hamısını kopyalamışam da. Birbaşa deyən görüm. Menu data bərabərdir bundan. Nə bilim nə. Lap bunu menu datada yox, primary data eləyək, rahat işləyək. Menu datanın içində nə var? Baxıram statik olaraq bizim
Yəni ki, bildiyimiz kateqoriyalarımız var. Menü, yeməklərimiz var, salatlarımız var, turşularımız var, içkilərimiz var, soslarımız var. Görürsüz, hərəsi də bir nə olaraq saxlanır? Array olaraq saxlanır. Nəyin içində saxlanır? Obyektin içində saxlanır. Yəni sən buradan tutaq ki, mailsi tutmaq istəsən nə yazmalısan? Data.mails. Salat tutan data.salat. Normal skriptimi də burada yazıram. Çox şey eləməyəcəm uşaqlar, çünki onu da ayrı şeydə yazmayacağam. Çünki o qədər də böyük bir skriptim olmayacaq yəqin ki. Deməli, burada mən nə deməliyəm? Birinci bu skripti çağırmamışdan qabaq zəhmət olmasa gedib deyirəm ki, birinci məndə datanı bura çağır. Tamam. Ki datanı işlədə bilək. Ondan sonra mən birinci statik olaraq bu selektlərimi çıxartmalıyam. Tamam. Selektlərin içində də optionlarımı çıxartmalıyam. Düzdürmü? İndi birinci selektlərimi çıxartmalıyam. Selektlərimi nəyə görə çıxartmalıyam millət? Meals'dır, salatsdır, turşulardır, drinksdir, soslardır. Düzdürmü? Bunlara görə çıxartmalıyam. Yəni ki, məndə bir dənə nə olmalıdır? Mən nəyin metodundan istifadə eləməliyəm? Baxın, obyektin. Çünki bunlar obyektin içindəki nəylərdir? Keylərdirlər. Yəni ki, mən bu keylərimin sayısı qədərincə nə yaratmalıyam? Select yaratmalıyam, prinsipi. Gedib belə də eləyərəm da. Yəni, keylərimin sayısı qədərincə bu keylərimi hardan tuta bilərəm? Obyektin içində gəzmək üçün nəyimiz var bizim? For inimiz var, for off'umuz var. İndi off'umuzla gəzəndə nə olur? Şey olur, adı nə olur? Data qoymuşdur adını. Data is not iterable. Görürsünüz? Çünki bu bizə option value çıxartmalıdır və off'umuz bunun üçün uyğun deyil bunun içində gəzməyə. Nə ilə gəzməliyəm dedim? In-lə. For nə yazaram? For in. Ver. Bu nə deyir görün? Promo olaraq key value verir. Key obyektlərin içində nələr gəzir? Keyləri. Yəni mənə bu lazımdır. For of ikisini birdən yazır. Tamam. Bir dənə bunu götürərəm. Deyərəm ki, konsolloqa zəhmət olmasa mənə keyləri çıxart. Object is not defined. Çünki data. Buyurun. Nə gəldi? Mails gəldi, salats gəldi, turşular gəldi, drinks gəldi, soslar gəldi, nə bilim nə. İndi bunları nə etməliyəm? Mən bunlar adında hər dəfə bir nə təyin eləməliyəm? Selektlər birinci selektlər təyin eləməliyəm. Tamam. Meals seledi, salat seledi, turşular seledi, selekti. Bunlar adında təyin eləməliyəm birinci. Elədimi? Gedək təyin eləyək. Nə deməliyəm? Nə deməliyəm? Bunun selektləri hansının nəyin içində təyin eləyib? Buranın içində. Bura bir dənə ID verərəm. Adına qoyaram select group. İsi. Select group. Aha. Gəlib də buradan bir dənə deyərəm ki, const select group bərabərdir. Document.get element by get element by ID. Nə? Select group. Tamam, bunu tutdum. İndi bu select qrupun içində mənim nəylərim çap olunmalıdır? Prinsipi. Select qrupun nöqtə inner HTML-in içinə selectlərim gəlməlidir. Düzdürmü? Yəni ki, bu selectlər statik olaraq burada olmalı deyil millət. Düzdürmü? Tamam. Bu select. Tamam. Baxıram, neçə dənə? 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Düzdürmü? Düzdür. Nə? Buna da bir dənə sən prinsipi nə deməlisən? Eyni zamanda deməlisən ki,
Bu selektlərin bir-birindən, məsəl üçün, bunların içində option da mən gəlməli olacam da. Tamam. Option gəlməyim üçün mən hardan bilməliyəm ki, hansı selektim, hansı addadır, hansı selekt. Başa düşdünüz? Yəni optionları gələndə mən hardan bilməliyəm ki, məsəl üçün, Mills'ın içindəkilər iminli Mills selectin içinə gəlməlidir. ISO, yəni selektə aid olaraq keyləri verməliyik. Yəni gedib buna yazmalıyam ki, oy, bura bax. Get. Buranı aç və buranı aç. Bağlan. Tamam. Gedib deməliyəm ki, sənə gəl bir dənə ID ver. Tamam. Bunun ID-si nə olsun tutaq ki? Belə bir şey olsun da. Select arxası ilə də adı. Cell arxası ilə də adı. Adı nədir? Key. Tamam. Bir dənə mən indi məsəl üçün gedərəm buna baxaram. Cell meals, cell salad, cell turşular, cell drinks, cell soslar. Gördünüz? Hal-hazırda hərəsinin fərqli nəyi var? ID-si var. Düzdürmü? Ha, indi mən nə etməliyəm? Mən bir dənə də elə eləməliyəm ki, mən hər dəfə bu nəyin içində gəzməliyəm? Bunun meals'ın içində, salatsın içində, turşuların içində gəzim. Neyiniyim? Bunu ekrana vurum. ISO. Yəni prinsip mən nəyin içində gəzməliyəm? Data.key'in içində. Mən birinci zəhmət olmasa deyərəm ki, mənə gəl konsolluğa ver. Data.key. Hələ görək bir nə çıxır. Gedirəm baxıram ki, undefined çıxır mənə. Çünki millət, bu hal-hazırda bu dəyişəndən tamam, bu key birdən baxsaz görsəz, bura bizə nə kimi gəlir? Bax, bir dənə bura type of. String kim gəlir da millət? Görsünüz, string kim gəlir. Bu konkret olan kimdir və string kim gəlir. Mən bunu yazanda ki, data.key, düzdür, bu data.meals, data.salatçı olur. Amma ki, onun string kim olduğu üçün oxumur. Yadınızda mən, bəli, mən sizə şey keçəndə, hətta o dərs White müəllim yox idi, mən özüm keçmişdim. Arrayləri oxuyanda, nəydən oxuyurduq? JavaScript infodan arraylər oxuyanda sizə öyrətmişdim ki, arraylərdə və obyektlərdə belə bir şey var. Yəni ki, həm obyektlərdə var, obyektlərin içindən səndə məsəl üçün const, burada bir obyektin olsa, sən burada obj-nin mötərizə deyib, ad desən nə gətirir sənə? Elvin. Görün bunu nə olaraq verdim? String olaraq. Düzdürmü? Və bu arraylərdə də, obyektlərdə də, ikisində də işləyir. Və mən buna gedib desəm ki, datanın pinçini mənə qaytar. Gördünüz? Plov bozbaş dolğa mərci, saatlar, memoza, paytaxt, çoban nə bilim nə, turşu seçimi, kələm, xiyar nə bilim nə. Gördünüz millət? Datanın içinə baxıram. Bu niyə var burada? Bu niyə var burada? Bunlara ehtiyac yox. Bunu çəkib yazım. Yeməklər, salatlar, nə? Seçməyəndə valuesunu şey elə də, zada bərabər. Boş. Seçməyəndə denəm ki, valuesu bərabər olsun ki, seçilməyib. Ekranda o çıxsın. Salatlar, burada da elə turşular olsun, statik turşular olsun, biz onu şey eləyərik ekrana da. Belə rahat olsun bizim üçün. Buna turşular olsun, burada da nə olsun, şey. Burada əslində belə deməyib, şeydə deyə bilərik. Bunu belə də deyə bilərsiniz. Məsəl üçün, burada selekti yaradanda içində bir dənə də statik option yarad. Tamam. Sən biraz axar. İçində bir dənə də statik option yarad. Bu optionu nə ver?
optionu key'imiz versəm. Statik bloq içində yarananlara bax. Bizə də bu lazım deyil. Ondan sonra sənə artıq salatlar, belə əlavə bir şey lazımdır datada. Yaxşı görsənmir. Nə? Olsun da olsun. Get disable olsun. O şey sonraki iş. Şu da, yəni datada artıq şeyləri yığışdırırıq da millət. Xoş deyil axı datada yəni souslar deyə bir şey görsənsin. Sousların özü görsənməlidir da. Yəni normal yazaq. Buna nə yazır? Disabled yazırdı. Ondan sonra şey olurdu. Seçmə olur. Mən hidden. Isolate hidden. Tamam. Disabled hidden eləsən bir dənə. Həbşo hal-hazırda bu görünməyəcək. Bir dənə ekranda values görünəcək. Dəyişəndə də dəyişəcək. Çox qurtardı getdi. İndi bir dənə nə etməlisiniz? Həmin bu selectin üstünə təzədən gəlib bu datanın içindəki bunları tullamalısınız. Yəni ki, prinsipi sən hər dəfə bir dəfə meals arrayini gəzməlisən, bir dəfə salat arrayini gəzməlisən, bir dəfə turşular arrayini gəzməlisən və burada tullayanda da meals bunun adı nə idi? Bir dəfə cell meals'ın içinə, bir dəfə cell salatın içinə, bir dəfə cell turşuların içinə yollamalısan. Yəni ki, hərəsini öz içinə yollamalısan. Bizdə ikisi də onsuz da fərqli gedirmi? Yəni buradan. Gəlib buradan deyə bilərsənmi ki, yəni sən neynə? Birinci olaraq get neynə? Neynəməliyik? Datanın key'nin içində gəzirik. Nəylə? For içinə. Sən get zəhmət olmasa. Tamam. Item. Buna nə deyirəm? Deyirəm ki, bunun içində gəz və bunun içindəkiləri option olaraq əlavə elə nəyin içinə? Selectin içinə. Amma ki, mənim nəyə hansı value-yə bərabər olan selectin içinə? Bu key, cell key-yə bərabər olan. Onda prinsipi deyərəm ki, mən də get document nöqtə get element hər dəfə ayrı element təyin eləməyək. Promote buradan deyərəm ki, document get element by ID. Backtiflərimi qoyaram cell key. Düzdürmü? Hər dəfə həmin elementimi tutur. Nöqtə inləri HTML-nə plus bərabər deyərəm nəylərimi? Həmin bu optionlarımı. Düzdürmü? Optionları qoyaram bura. Artıq buradan hidden yığışdıraram. Burada nə yazmalıyam? Item. Yes. Bir dənə də bunun value-suna nə yazmalıyam? Value arxada görünür. Üzdə görünmür. Amma ki, nə demişdim sizə? Lazım, önəmlidir. Bir dənə gedib baxıram. Bir dənə gedib baxıram. Baxıram. Gördünüz? Gördünüz. Hamısı gül kimi işləyir. Value niyə lazımdır sizə deyirəm millət? Məsəl üçün, sən gəl bir dənə buna, indi selectdə bir şey yazmalıyıq da. Nə yazmalıyam? On change nəminə. Buna da bir dənə select'i hər dəfə burada yaradanda, buna bir dənə on change qoyursunuz, zəhmət olmasa. Və yaxud select-də tuta bilərsiniz. Deyə bilərsiniz ki, select.key, nə bilim, onun şeyi, belə daha yaxşıdır. Nə? Seç. Choose meal. Tamam. Deyə bir function. On cihani. Düz yazmışam. İndi gəl burada function on change-i, choose meal-ı işlət. Gəl loga denən ki, sən mənə bunun şeyini ver, value-sunu ver. Necə deyərsən? Nə? On change var da, yəni bunu belə eləyəndə bunu sənə verir. Nə? Cell key var, buradan tutmalı. Salam. Buyurun, şükür Allah, yaxşı. Həmən olar. Bir dənə, onda bunu dayandıraq siz. Tamam. Nə üsulumuz var bizim? Yəni, bir dənə bu statik olaraq tuta bilərik. Amma ki, bura sən demiş, gedib cell key yaza bilmərik da. Yəni, cell key yaz bura.
Deyəcək ki, qaqa, key nədir? Key is not defined. Tamam, key is not defined. Bizə prinsipi, millət, bizə lazım olan şey bilirsiniz nədir? Bizdə bir dənə burada şey olacaq məndə, buttonum olacaq. Select qrupun altında bir dənə burada buttonum olacaq. Tamam. Əla, nə gözəl buttondur. Buna bir dənə with full desəm işləyir bu şeydə. Add add order. Add order. Tamam. Göyə belə işləmir. Bu trafın klaslarını çoxundan. Style, bir dənə width 100% desəm. Sonra 100 yox, 90 demişdim da bunlara. Onsuz da bu flex deyil. Flex align items center, justify content center. Justify content center zadı yığışdıranda bu öz-özünə shrink eləyir bunları. Prosto ondan əylə sadəcə ortaya o da var da. 100% da yığışdır buradan, tutaq ki. Belə özü tutur. Tamam. Prosto bunlar ortaya salmaq var. Bir dənə sə deyərəm da. Bu da bunun qədərdir. Yox, ehtiyac yox. Vitəyə bir dənə gələm 90% deyirəm. Bəsim olur. Bir dənə buradan padding deyirəm. Nə qədər? 10 pikselin 0-a border radius deyirəm. 10 piksel. Əla. Məndə millət, məsələ olmalıdır ki, mən bura bunu əlavə elənib basanda nə olmalıdır? Bunların hamısının value'su birdən getməlidir. Tamam. Yəni, məndə onsuz da prinsipi bunları ayrı-ayrı tutmaq lazımdır. Sadət deyir ki, məsəl üçün, belə eləmək olar. Deyir ki, burada bunu argument kimi göndər. For kimi işlətmirsən bunu. Burada bir dənə choose mill yaz. Tamam. Choose mill'in içində bizə nəyi göndər? Key göndər bura. Get buradan da həmin o şeyi tut. Nəyi tut? Yaxşı, biz key göndərik, millət. Bizə key lazımdır. Bizə key lazımdır, düzdür. Get həmin o key tut. Adı neydi? Kategoriya ya da kategori tut. Kategori adından tutaq. Gerək ki, deyək ki, kategori.value. Gördünüz mü? Bunlar mənə hamısını verir. Hal-hazırda vermir. Yəni, basmamış. Statik olaraq value'su budur da. Statik olaraq value'su budur. Amma ki, bax, indi cannot value məluzat deyil. İndi bunları tutdu value'sunu hamısını, tamam. Bunları heç bir elementə şey eləməyib, bax, məsələn, mənimsətməyib da. Bunları elementə necə mənimsədək? Const kateq bərabər deyək. O da var. Bunları millət daha yaxşı olar ki, siz klassla tutasınız. Tamam. Bilirsiniz necə? Zaten bunları biz ayrı-ayrı götürəcəyik. Siz gedin burada deyin ki, const məndə const çox məcbur deyil. Bununla əlləşəsiniz, bununla əlləşəsiniz. Çünki bunlar bunu hər dəfə sizə göndərəcək. Yaxşı, bunu siz obyektin içində necə doldurub göndərəsiniz? Və s. və s. Ordera necə əlavə eləyəsiniz? Bir dənə const select yazın. Yazın ki, bura document nöqtə get elements tag name, get elements class name. Elə nöqtə query selector deyə bilərəm. Nöqtə query selector, amma ki all. Hamısını tutacam. Nəyləri tutmalıyam mən? Məndə selectlərim var. Nəyin içindədir o selectlərim? Select qrupun içində selectlərim var. Tamam, onlar tutmalıyam mı? Gedib deyirəm ki, sən tut məndə. Zəhmət olmasa, select qrupun içindəki nə qədər selectin varsa hamısını tut. Nədir? Ondan sonra da konsolda da zəhmət olmasa mənə ver. Oba, mənə bir dənə node list qaytardı. Baxın, birinci var, ikinci var, üçüncü var, dördüncü var, beşinci var. Bunların hamısının varsa, hamısında value'sunu istifadə edə bilərəmmi? Bilərəmmi? 100% bilərəm.
Gördünüz, yəni bizdə heç burada da kod yazmadıq, burada da əlavə bir kod yazmadıq. Cəmi bir sətr yazdıq və hamısı əlimizdədir. Özü də bir dənə array-in içindədir. Bax, array zad da gives. Array saldıq. Elə bu gəlsin yola gəldi. Array saldıq. Amma ki özümüz puşlamadıq da. Məsələ odur. İndi bunlar əlimizdə varsa, mən bunu gedib deyərəmmi ki, indi məndə bura orders gəlməlidirsə mətbəx hissəsinə. Burada nə olmalıdır? Bir dənə array-im olmalıdır, onun içinə yığılmalıdır, düz deyilmi? Mən bura bir dənə order array açaram. Gedib deyərəm ki, hər dəfə gəl mənim order array-imin içinə push elə. Nəyi push elə? Məndə hər dəfə şey gələcək. Meal bir dənə meal gələcək. Ondan sonra nə gələcək? Deyin görüm. Nə var idi bizdə? Meal idi, salad idi. Sırayla baxaq da. Meal, salad, turşu, drink, sos. Hərəsi də bir dildə. Meal, salad. Məcbur deyiləyin adda yazasınız. Salad, turşu, drink, sos. Gəl bunda içki eləyək. İçki, ana yemək. Salad. Tamam. Bunların içinə nə gələcək? Buna nə gəlməlidir? Buradan tutduğumuz selektlərin value'su. Bu bir array'dirsə, millət, bu bir array'dirsə, prinsipi. Bunu bayaq çıxartmışdım ekrana, bunu sildim. Konsolla select. Hə, çıxartmışam. Buna basanda işləyir sadəcə. Bu bir array'dirsə, mən bunun indekslərinə görə tuta bilərəmmi? Nə deməliyəm? Bunlara nə gəlməlidir? Nə gəlməlidir millət? Məsələn, ana yeməyi nə gəlməlidir? Sıfırıncı indeksinin nəyi? Bax, select'in, bizdə bunlar select'in içinə gedir, yığılır da, array olaraq, düzdürmü? Select'in sıfırıncı indeksin nöqtə nəyi? Value'su. Bunu götür bura. Nə yaz? Xod var, əlinə yazmır. Yəni çox olsa hər gedib formor zad verərdin. Prosto niyə verəsən ki? Şeyin içində, bu obyektin içində mən for yazacaqsan sırf buna görə. Ayıb. Get bunu bura kopyala. Sıfırıncının, birincinin, ikincinin, üçüncünün, dördüncünün. Tamam. İndi şey yerinə gələn ki, mənə zəhmət olmasa mənə ver nəyi? Order array. Bunları bir obyekt halına salırıq. Ondan sonra vururuq hara? Order array'in içinə. Gedib baxıram. Buradan çoban seç, mərci seç, drink seç. Amma ki, millət, bunlar məndə əlavə eləyəndə tullamamalıdır obyektlər reyinçinə. Məndə nə vaxt tullamalıdır? Add order'a basanda. Yəni, prinsipi burada işləməməlidir. Mən bu choose meal'ı gedirəm, götürürəm. Ha, nə oldu? Hə, burada yazmışıq da millət. Select'i burada təyin eləmişik yaxın. On change'i götürürəm buradan. Gedirəm, verirəm bu button'ın içinə və bunu on klik edirəm. İndi basıram, seçirəm bozbaş, seçirəm çoban, seçirəm pomidor, kola. Basıram. Gördünüz? İndi sos, sadəcə soslar gəlib. Tamam. Sadəcə soslar gəlib. Mən bu statik olaraq burada verdiyim birinci bunların value'si yoxdur. Mən neyniyə bilərəm ki, məsəl üçün bu soslar gələndə, bu seçilməyəndə içinə yazsın ki, seçilməyib. Əslində cavab dedim, başlayalım. Tarastım. Value olaraq 0 göndərməzsən, elə value olaraq gedib buna yazarsan ki, belə bir sox şey eləyərsən, gedib yazarsan ki, buna bax. Hansını seçməmişdik? Saladı, bir də sosu. Nə düşdü ora? Yemək seçilməyib. Bir dənə mən şeyə baxım görüm.
Arada bunu yoxlayıram. Başa düşdünüz niyə? Recording. Yenə cep 27'ye tutmuram da bunu. Tamam, 67. İndi yer. 1. Tamam. Getdi düşdü. Buranın içindəki yemək seçim. Gedir rekord. Hə. Niyə? Çünki məndə burada məsələn statik olaraq əlavə elədiyim, key ilə əlavə elədiyim bura düşsün deyə bunların adları var idi. Onların getdim value-sunu arxada verdim ki, yemək seçilməyib. Bax, Lale siz soruşurdunuz ki, buna niyə value vermək lazımdır? Görürsüz, bu üzdə görünən başqa bir şey olsa da, bunun value-sunu JavaScript gedir, buradakı value-dan tutur. Tamam. Bəli. Və biz bunun value-suna getdik deyək ki, yemək seçilməyib, bomba kimi. İndi bizdə bu dənə belə obyekt varsa, array'miz varsa, nə qalır bizdə? Bunlar ekrana çap eləmək, düzdürmü? Gedərəm bir dənə, nə yazaram bunlar ekrana çap eləmək üçün? Bir dənə function yazaram. Nə vaxt ekran çap olmalıdır? Zaten onu seçəndə, choose meal olanda. Amma ki, choose meal olanda bunun içində yazmayaq da, ayrı bir function da yazaq, onu çağıraq. Choose meal print orders yazıram. Print orders'ı ondan sonra gedib nə deməliyəm? Haranın içində çap olmalıdır? Bizdə belə bir mətbəx deyə bir yer var. Amma içində heç nə yoxdur. Mətbəxin içində bir dənə justify content center, display flex, flex column verəcəm. Ondan sonra gap verəcəm 5. Bəsindir. Tamam. Ondan sonra burada gedib bir dənə div verərəm. Column. Tamam. Ondan sonra div verərəm. Burada gedib bir dənə deyərəm ki, ID mətbəx section. Kitchen. Tamam. Salam aleyküm. Gəlirəm, şükür Allah, sağ olun, yaxşı. Gəlirəm bura biraz. Choose meal zadud. Gəlirəm burada bir dənə deyirəm ki, ID ilə zəhmət olmasa məndə bunu da tut. Mətbəx sectionuna. Ondan sonra gəlib deyərəm ki, məndə nəyin içini gəz, hansı array'in içini gəz vur mətbəx section içinə. Tamam. Order array'in içini get. For each elə. Item. Nə? Mətbəx. Seg. Nöqtə. Inner HTML. Plus bərabərdir nə? İndi bunun içinə nə gəlməliyəm? Bir dənə gedib buradan şey götürürəm. Kart götürürəm. Ki, buradan bir dənə kartımız olsun. Sən yaxşısan. Getdim tulladım bunun içinə. Bunlara da eyni şey verəcəm. Mətbəx sekin içinə display flex column align center mentor bir dənə class yaz. Bunu at bunun içinə. Gəpi 3 elə. Bir də flex wrap ver. Ki normal dursun. Bir dənə add orders basacağım. Bu niyə belə oldu? Add order basacağım, işləmir. Niyə? Çünki funksiyonumu verməmişəm ora. Gedirəm yazıram ki, print orders hələ zəhmət olmasa bu. Tamam. Bu niyə gəldi buna düşdü? Tamam. Hop. Gördünüz? Niyə belə olur? Çünki inner HTML mətbəx sek nöqtə inner HTML-in içini sıfırlamıram. Bir dənə buradan mətbəx sekin içinə burada flex. Align item just for content. Bunu zəhmət olmasa bunun centerini silirəm. Sən qal başla. ISO. Всё. İndi bir dənə də baxıram. Всё. Əla. Tamam. Flex start zad verməliyəm buna. Başım bırax. Çox önəmli deyil. Tamam. Nə gedək gözlə. Deməli, indi bunun üçün nəyi puşlamalıyam millət? Gəzmişəmsə burada item'ın nəyləri var? Bizdə. Item order array'in içini gəzir. Order array'in içində nə yollamışam? Ana yeməkdir, salatdır və s. Bunları yollamışam elə. Gələrsən buna. Deyərsən masa və s.
Burada gəlib deyərsən ki, səndə də gəl bura, nə bilim, H3 olsun, H3'lər. Hamısından kopyala bura. Kart title olmasın. Kart title'ları sil. Sizi də dəyiş. H3 elə. Tamam. Burada gəlsin nə? Masa yox. Yemək. Sos. Ondan sonra nə var idi? Salat, turşu, içki. Salat. Turşu. İçki. Bir də sos, elədir mi? Bunlara gəlib nə verərəm? Bunu da seçsin, bunu da seçsin, bunu da seçsin. Bunu da seçsin, bunu da seçsin. Qabaqlarına gəlib deyirsən ki, bir dənə item nöqtə nə? Item nöqtə hərəsinin adı nədirsə ondan. Yeməyə ana yemək verirsən. Sosa, salata, salat verirsən. Turşuya turşu verirsən. İçkiyə içki verirsən. Sosa da sos verirsən. Buradakı adlarla düz oldu, inşallah düz olur. Gedib bir dənə baxıram. Paytaxt tulladın, pomidor tulladın. Buna da plov tulladın. Əlavə elədin. Plovdur, salatdır, turşudur, içkidir. Bir də seçilməyib. Düzdürmü? Gəldimi? Bunların yerinə bir dənə. Bunlar zülüm çəkən uşaqlardır elə. Heç nə yazmırlar. Hə. Əlavə elədin, gəldi düşdü. Bunlar bura. Gördün? Hə. Bir dənə bizdə bir dənə bura masanın nömrəsi əlavə edilməlidir. Tamam. Masanın nömrəsini də ürəyi istəyirsə gələn dərs əlavə eləyək. Yoxsa indi əlavə eləyək. Gələn dərs istəməz. Tamam. Bura qədər aydındır hamıya. Masana şey verəcəm sən. Gələn görüşlərə qədər.